Hər kəs salam, bugünkü dərsimiz Styles bölməsində Format as Table menüsü olacaq. Baxın, bu gördüyünüz cədvəlimiz normal cədvəldir, bildiyimiz cədvəldir. Əgər biz bura table formatı tətbiq eləmək istəyirsə, stillər vermək istəyirsə, nə edirik? Gəlirik Styles bölməsində Format as Table menüsü var. Ora klik edirik. Baxın, belə bir pəncərə açılır. Burada müxtəlif şablon stillərdən istifadə edərək hər hansı birini seçirik və cədvəlimizə stil tətbiq edirik. Olsun bu stilimiz. Bura klik edirik, Format as Table pəncərəsi açılır. Baxın, burada yazılıb ki, where is the data for your table? Bu o deməkdir ki, yəni biz hər hansı bir diapazona, seçdiyimiz burada hissəyə format tətbiq eləmək istəyirsə, stil tətbiq eləmək istəyirsə, o diapazonu bura daxil edirik. Format as Table pəncərəsi açılanda avtomatik olaraq burada cədvəlimizin bütün diapazonun bura daxil edilir. Amma biz istəsək bu diapazonu, bu hissəni bura daxil edib stil tətbiq edə bilərik. Olsun bütün diapazon. Və burada aşağıda My Table has headers yazısı var ki, bu demək ki, baxın burada checkbox var. Bunu biz seçsək, biz Excel-ə tanıdırıq ki, bizim cədvəlimizdə başlıq sətri var. Yəni stil tətbiq eləyəndə o başlıq sətri nəzərə alsın. Əgər bu seçimi biz aradan qaldırsaq, Excel başa düşəcək ki, bizim cədvəlimizdə başlıq sətri yoxdur və özü avtomatik olaraq bir dənə başlıq sətri əlavə eləyəcək olur. Və o başlıq sətirlərinə ad verəcək kalimatları. Baxın, OK düyməsini klik edirəm, fikir verin, əslində mənim başlıq sətrim bu idi. Mən Excel-ə tanıtdım ki, mənim başlıq sətrim yoxdur. O özü avtomatik olaraq belə bir sətr əlavə elədi. O olaraq column 1, column 2, column 3 və s. adlar verdi, hansı ki biz bu adları dəyişə bilərik. Ctrl-Z deyirəm, geri qayıdıram, gəlirəm yenə həmən stili tətbiq edirəm və deyirəm ki, mənim cədvəlimdə başlıq sətri var. Bu seçimi edirəm. OK düyməsini klik edirəm, fikir verin, buranı başlıq sətri olaraq qəbul elədi və hər bir başlığa filter button tətbiq elədi. Hansı ki bu filter buttonlarla biz süzgəcləmə, filtrləmə əməliyyatını yerinə yetirə bilərik. Və buradan bilirik ki, bizim cədvəlimiz normal cədvəldən fərqli olaraq table formatındadır. Və həmçinin table formatında olduğunu necə bilə bilərik? Baxın, normal cədvəldir bu. Bunların üzərinə gələndə dizayn menüsü açılmır. Amma bu table format tətbiq olunan cədvəl gəldikdə isə belə deyək, dizayn menüsü burada açılır. Gəlir bu menüyə klik edirik. Burada müxtəlif bölmələr var. Birinci bölməmiz Properties'dir. Baxın, bu hissədə Table Name hissəsində biz cədvəlimizə ad verə bilərik. Olsun bu cədvəlimizin adı dərs. Enter düyməsini klik edirik. Cədvəlimizin adı olur dərs. Və gələk tutalım ki, burada bərabər simvolunu daxil eləyək və bu xanaya istinad etdikdə fikir verin, xananın ünvanını burada yazmaqdan, yəni Y2 ünvanını yazmaqdan table'ımızın, yəni cədvəlimizin adını yazır, bir də kvadrat mötərizə daxilində hansı sütundadırsa o xana, onu bura yazmış olur. Əgər bunun 50%-ni tapmaq istəsək biz, vururuq 0.5-ə, fikir verin, nəticə olaraq 460 verəcək bizə. Amma mən istəyirəm ki, burada xananın ünvanı yazılsın. Cədvəl adı bu şəkildə yazılmasın. Bunun üçün nə edirəm? Baxın, buranı sildim. Gəlirəm File menüsünə. Burada More Options menüsünü açıram. Fikir verin, bu belə bir pəncərə açılır. Burada Formulas hissəsinə gəlirəm. Bu hissədə yazıb ki, Use Table Names in Formulas. Yəni, düsturlarda table adları istifadə olunsun, yoxsa yox. O seçimi eləyirsən. Bax, seçilmiş vəziyyətdədir. Biz bu seçimi aradan qaldırsaq və OK düyməsini klik eləsək, gəlirəm bura, yenə bərabər simvolunu daxil edirəm. Normalda bu, belə deyək, table formatındadır bu cədvəldir. Baxın, bu xanaya istinad etdikdə xananın ünvanı yazacaq və bunu vursam 0.5-ə, fikir verin, həmən nəticəni bura çıxarmış olacaq. Bu da belə. Gəlirəm yenə Design menüsünə, burada Resize Table butonu var. Buna klik etdikdə biz table'ımızın, cədvəlimizin ölçüsünü burada təyin eləyə bilərik. Sonra Tools bölməsi var. Burada Summarize with Pivot Table düyməsi var ki, hansı ki bu Pivot Table ilə əlaqədardır. Bunu gələcək dərsimizdə Pivot Table keçəndə daha ətraflı tanış olacaq. Sonra gəlir burada Remove Duplicates. Bu neyinir? Baxın, bura gəlin, belə bir sətr əlavə eləyim və buradakı datanı eyni ilə bura köçürüm.
Baxın, bizdə burada 2 təkrarlanmış sətr var. Ola bilər də bizdə sətirlər çox olsun. Orada təkrarlanmış sətr varsa, istəyirik ki, onu silsin. Gəlirik burada Remove Duplicates düyməsini sıxırıq. Belə bir pəncərə açılır. Baxın, burada sütun hissəsi hamısı seçilib. Baxacaq, görəcək hansı sütunda təkrarlanmış dəyər varsa, bütün sütunlara baxacaq. Onları silmiş olacaq. Baxın, OK düyməsini klik elədim, fikir verin, silindi həmən sətr. 2 dənə sətrimiz təkrarlanırdı. Birini sildi, birini saxladı. Burada yazılıb ki, one duplicate values found and removed. Bu deməkdir ki, bir təkrarlanmış dəyərlər tapıldı və o silindi. 20 unique values remain, 20 təkrarlanmamış dəyər qaldı. Bu da belə. Sonra gəlir burada convert to range. Bu nə deməkdir? Baxın, bizim hazırda cədvəlimiz table formatındadır. Biz istəsək bunu normal formata gətirək. Yəni normal formatda necə idi? Filter buttonları yox idi. Sonra belə deyək, ona klik etdikdə dizayn menüsü açılmırdı. Baxın, o normal vəziyyətə gətiririk. Bunun üçün convert to range dedikdə və yes dedikdə fikir verin. Cədvəlimizə klik etdikdə dizayn menüsü açılmır. Baxın, filter buttonları da yoxa çıxdı, amma stil qaldı. Bu belə. Ctrl-Z deyirəm, geri qayıdıram. Gəlirəm dizayn menüsünə. Növbəti düyməmiz gəlir Insert Slicer. Slicer dərsini gələcək, dərsimizdə keçəndə ətraflı tanış olacaq. Insert Slicer nə edir? Baxın, bizim burada filter buttonumuz var. Aç suad üzrə. Bu seçimlərin hamısını aradan qaldıraq. İstədiyimiz seçimi buradan eləyək. Misal üçün, Aysel, Cavid, bir də Elvin. Bu adda olan sətirləri analiz edib ekranda göstərməyini istəyirəm. OK düyməsini klik elədim, fikir verin, analiz elədi, həmin sətirləri burada göstərdi. Bir də var, bunu biz Ctrl-Z deyirəm, Insert Slicer-la eləyək. Insert Slicer bu filter buttonun təkmilləşdirilmiş, belə deyək, mükəmməl versiyasıdır. İnterfeys baxımından, vizual baxımından. Baxın, buna klik elədim, belə bir pəncərə açıldı. Burada mən istəyirəm ki, ad və soyada görə filtrləmə aparım. Seçdim onu. OK düyməsini klik elədim. Belə bir panel açıldı ki, hansı ki, burada həmən ad soyadların siyahısı qeyd olunub. Hər hansı birini seçirəm, görürsünüz, filtrləyir, həmən sətirləri burada ekranda göstərir. Və Ctrl düyməsini basıb saxlayanda istədiyim, belə deyək, ad soyadı seçərək həmən sətirləri burada analiz edib çıxarmış oluram. Və clear filter deyəndə isə ümumi filtrləməni təmizləmiş olur. Gəlirəm yenə dizayn hissəsinə, sonra növbəti bölməmiz gəlir external table data. Bu, belə deyək, bu bölmə o qədər də vacib deyil bu dərsimiz üçün. Sadəcə qısa olaraq bunu izah eləyəcəm. Bax, export düyməsi odur ki, biz tutam ki, export table to SharePoint list olaraq SharePoint listinə biz cədvəlimizi eksport eləyə bilərik. Refresh ilə cədvəlimizi yeniləyə bilərik və yaxud da burada cədvəlimizi xarici databazlərlə əlaqələndirmək istəyiriksə, bu bölmədən istifadə edirik. Növbəti bölməmiz gəlir Table Style Options. Bu nə deməkdir? Misal üçün, baxın, burada header row var. Buna klik etdikdə biz seçimi aradan qaldırsa, başlıq sətrimiz burada yox olacaq, gizlənəcək. Əgər həmən seçimi etsək, başlıq sətri bərpa olunacaq, görsənəcək. Total row seçimini etdikdə fikir verin, sonuncu sətrə bir sətri əlavə elədi. Total sətri, hansı ki, burada yekun nəticələri görürük, analiz eləyə bilərik. Baxın, tutam ki, maaş hissəsidir, buraya gəldikdə, total sətrində belə bir button var. Buna klik etdikdə belə bir siyah asılı. Burada average olaraq ümumi maaşın, belə deyək, ortalamasını tapa bilərik. Ümumi maaşları cəmləyir, sayına bölür, ortalamanı tapır və yaxud da count olaraq ümumi işçilərin sayını tapa bilərik. Görə bilərik, burada count numbers-da eyni nəticəni çıxarır. Sonra maksimum olaraq maaşlar içərisində dəyəri çıxartdı 1600, minimum olaraq çıxarda bilərik, fikir verin 640 çıxartdı. Sum olaraq cəmləyə bilərik bütün maaşları. Bu şəkildə analiz eləyir, nəticə olaraq çıxarır. Belə. Sonra gəlir burada deməli banded rows, yəni bir sətirdən bir bəndlər əlavə eləyir. Burada fikir verin, bir sətirdən bir stillər qoyur, sətirləri formatlayır. Sonra gəlir burada first column, bu neyinir? Bax, bura seçimi, bu seçimi etdikdə fikir verin, ilk sütuna bənd əlavə eləyir, format qoyur burada. Last column dedikdə isə sonuncu sütuna burada bənd əlavə eləyəcək, stil tətbiq eləyəcək.
Banded columns dedikdə isə fikir verin, bir sütundan bir kolum tətbiq edir. Baxın, bunları yığışdıraq, buradan fikir verin. Bir sütundan bir kolum burada stil tətbiq eləyəcək. Bu belə. Filter button isə burada var. Bu seçimi aradan qaldırsa, fikir verin, başlıqlarda olan filtrləri, filter buttonları yığışdırmış olacaq. Bir də seçimi etsək, əvvəlki vəziyyətinə qaytaracaq. Sonra burada Table Styles bölməsi var. Buna klik etdikdə dediyimiz kimi burada şablon stillər tətbiq eləyə bilərik və yaxud da burada New Table Style bölməsi var, menüsü var. Buna klik etdikdə belə bir pəncərə açılır. Bu hissədə biz custom olaraq özümüz stil tətbiq eləyə bilərik, stil yarada bilərik. Necə eləyə bilərik? Baxın, burada table element hissəsində bu elementlərdən istifadə edərək stillər yarada bilərik. Birinci elementimiz gəlir whole table. Buna klik etdikdə biz bura bütün cədvəlimiz necə olsun, cədvəlimiz necə qurulsun, onun formatını təyin edirik burada. Cədvəlimizdə nə olur? Gəlir format hissəsinə, border olur da, border verə bilərik buna. Sonra borderlərimiz nə olsun? Olsun bu rəngdə. OK düyməsini klik edirik. Baxın, preview hissəsində görsəniz, cədvəlimiz bu formada olacaq. Sonra cədvəlimizə nə istəyirik? Stil verək. İkinci elementimiz gəlir first column stripe. Stripe'lar tətbiq eləyə bilərik. Bir sütundan bir. Baxın, fikir verin. Bir sütundan bir stripe tətbiq eləyəcək. Gəlin stripe'ımız olsun, tutalım ki, bu rəngdə. Fikir verin, bir sütundan bir tətbiq edək. Əgər stripe size, yəni ölçüsünü 2 qoysam, tutalım ki, 2 sütunu stripe tətbiq eləyəcək, bir sütun boş qoyacaq. Yenə 2 sütunu stripe tətbiq eləyəcək, bir sütunu boş qoyacaq. Bu şəkildə gələcək. Gəlin 1 eləyək bunu. Sonra gəlir second column stripe. Yəni, burada birinci sütundan başlamamışdı. Second isə ikinci sütundan başlayacaq. Format tətbiq eləmək. İkinci sütundan başlayacaq, bir sütundan bir gedəcək. Bu da olsun, tutalım yaşıl rəngdə. Fikir verin, ikinci sütundan başladı, format tətbiq eləmək. Sonra gəlir first row stripe. Yəni, birinci sətirdən başlayacaq stripe'lar tətbiq eləmək. Bir sətirdən bir. Bu da olsun sarı rəngdə. Fikir verdiniz, bu şəkildə tətbiq elədi. Second row stripe dedikdə isə ikinci sətirdən başlayacaq stripe-ı tətbiq eləmək. Bu da olsun bu rəngdə. Fikir verdiniz, belə oldu. Last column dedikdə isə sonuncu sütunu belə deyək, bənd əlavə eləyəcək. Fikir verin, gəlin bu da olsun bu rəngdə. Bu da belə olacaq. First column dediksə birinci sütuna bənd əlavə eləyəcək. Bu da olsun bu rəngdə. Header row dedikdə isə, baxın, birinci isə başlıq sətrə belə deyək, format tətbiq eləyəcək. Bu da olsun, deməli, bu rəngdə, göy rəngdə. Və total row dedikdə isə, lap aşağıda olan total sətrinə isə format tətbiq eləyəcək. Bu isə olsun bu rəngdə. Fikir verin, biz burada stilimizi custom olaraq yaratmış olduq. OK düyməsini klik edirik, bizim stilimiz hazırdır. Gəlir burada baxırıq. Görürük ki, baxın, custom olaraq stilimiz bura düşüb. Biz istəsək, şablon stillərdən istifadə edə bilərik və yaxud da xoşumuza gəlməsə, biz özümüz yaratdığımız bu stildən istifadə edə bilərik. Bax, bura last column və first column desəm, fikir verin, ilk sətri, sütunu və sonuncu sütuna bənd tətbiq eləmiş olacaq. Yəni, format, stil tətbiq eləyəcək. Bu da belə. Və yaxud da tutalım ki, biz bura hər hansı bir sütun əlavə eləmək istəyirik. Bura sadəcə adını yazırıq, sütunun adını misal üçün yazaq, yekun hesabat. Bu sütunu daxil eləmək istəyirik. Sadəcə enter düyməsini klik edirik, avtomatik olaraq bura sütun əlavə edir və stilini tətbiq edir. Bunun da belə bir üstünlüyü var. Deməli, bugünkü dərsimiz oldu Styles bölməsində Format as Table menüsü. Növbəti dərsimizdə Cell Styles menüsünü izah eləyəcəm.